ən fəzilətli dua La ilahe illallah vahdehu la şərikə ləh ləhul mulk. Sehirdən, cindən, gözləmədən əziyyət çəkirsənsə, bu videonu sona qədər izlə. Əziz izləyicilər, sabah Arafa günüdür. İlin ən dəyərli, ən önəmli günlərindən biridir. Peyğəmbərimiz ona və onun əhl-i beytinə Allahın salam və salamatı olsun, belə buyurmuşdu. Arafa günü tutulan oruc, keçən ilin və gələcək bir ilin günahları üçün kəffarədir. Ona görə bu fürsəti istifadə et. Sabah oruç tut və bu oruc təkcə savab üçün deyil. Bu oruc Allaha bir vasitədir, Allaha bir təvəssül növüdür. Və sən bu orucu tutmaqla həmçinin sabah Arafa günü edilən duanı et. Zöhr namazından ta məğrib namazına qədər, yəni təxmini saat, günorta saat 1-dən axşam saat 8-ə qədər əllərini aşağı salma. Allaha öz hacətlərini çatdır. Allaha çəkdiyin əziyyət barədə, keçirdiyin xəstəliklər, imtahanlar barədə xəbər ver. Ondan şəfa dilə, ondan yardım istə və bu duada, bu tələbdə davamlı ol, inamlı ol və bil ki, Allah sənin ona yönəltdiyi əllərini boş qaytarmaz və Arafa günü ən çox edilən dua, ən fəzilətli dua La ilahe illallah vahdehu la şərikə ləh ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir. Bu duadır. Duanın tərcüməsi belədir. Allahdan başqa haqq ilah yoxdur. O təkdir. Heç bir şəriki yoxdur. Mülk onundur. Həmd onadır. O hər şeyə qadirdir. Duaların qəbul olunan günündə sehirdən, cin musallatından, göz dəymədən əziyyət çəkirsənsə, bu fürsəti əlindən buraxma. Çoxlu dua et. Allaha yalvar. Nə qədər insanlar həkimlərə getməklə, ruqyaçılara getməklə, Quran oxumaqla, bir çox vasitələrlə, bir çox səbəblərlə şəfa tapmaq istədikdə şəfa tapmamış, lakin dua etməklə şəfa tapmışlar və burada da Allahın bir hikməti vardır. Allah Teala sənin səsini eşitmək istəyir. Allah Teala sənin ona yalvarmağını istəyir və bu sənin Allaha ibadət etməyinin kamilliyindəndir. Allah Teala Quranda buyurur ki, "Ud'uni estecib lekum." Mənə dua edin, sizə cavab verim. Bugün edəcəyin dua bəlkə də illərlə axtardığın şəfadır. Ulduzlara baxma, fala inanma, Rəbbinə yönəl. Baxıcıların, cindarların, ekstrasenslərin boş-boş danışıqlarını qırağa qoy. Sən və sənin Rəbbin. Otur və dua et. Əllərini ona qaldır. Allahdan istə. Allaha yalvar. Öz istəklərini ona çatdır və bil ki, mütləq ki, Allahdan sənə cavab gələcək. Budur əziz izləyicim. Sabahki günün orucunu qaçırma. Sabahın Ərafa gününün duasını qaçırma. Çoxlu zikr et. Az ye. Çoxlu dua et. Arafa günü bir qapı açılır ki, o qapıdan girməyə tələs. O qapı sənin üçün açılmışdı. Sənin səsini eşitmək istəmişdi Rəbbin. Bu fürsəti qaçırma. Bu videonu paylaş. Bu videonu bir çox insanlara yayılmasında, qısa müddətli sürətlə yayılmasında mənə yardımcı ol ki, bu savabda səninlə birlikdə olaq, şərik olaq. Mən də, sən də bu savabı əldən qaçırma. Videonu paylaş, bəyən. Əgər oruç tutacaqsansa, dua edəcəksənsə, bugün bu haqda şərh bölməsində yaz ki, insanlar sənin şərhlərini oxuyub həvəslənsinlər. Onlar da oruç tutsunlar, onlar da dua etsinlər. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.